Fermerin rifahı aqrar sahənin inkişafıdır. Məhz bu sözlərlə verilişimizə başlayırıq. Fermerin real dostu efirdədir. Bu layihəmiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə təqdim olunur. Bəli, biz davam edirik. Fermerin real dostuna baxırsınız, dəyərli fermerlər, əziz zəhmətkeşlər, hörmətli tamaşaçılar. Maraqlı və sizin üçün çox faydalı bir mövzuya toxunmuşuq. Ümumiyyətlə qeyd edeyim ki, son aylarda kənd təsərrüfatının, xüsusən də heyvandarlıq istiqamətində ölkədə müəyyən təhlükəli xəstəliklərlə bağlı vəziyyət hər kəsə bəllidir. Bu istiqamətdə dövlət tərəfindən, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən operativ olaraq müvafiq tədbirlər həyata keçirildi. Bu tədbirlər hansılardır? Ümumiyyətlə, xüsusi təhlükəli xəstəliklərə qarşı nə cür mübarizə aparmaq lazımdır? Peyvəndlənmə işlərindən bağlı vəziyyət nə yerdədir? Bu və digər sualları qonağımla müzakirə edəcəyik. Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini Yusif İbrahimov bizimlə bərabərdir. Yusif müəllim, mən sizi salamlayıram. Fermerlərin görüşünə xoş gəlmişsiniz. Mən də sizi salamlayıram, təşəkkür edirəm və bütün fermerləri buradan salamlayıram. Çox sağ olun. Yusif müəllim, fermerin real dostu olaraq mənə də, bütün fermerlərə də, ümumiyyətlə əhalimizə maraqlı olan bir neçə məqam var. Çünki heyvanlar arasında, istər iri buynuzlu, istərsə də xırda buynuzlu heyvanlar arasında xəstəliklərin bir müddət əvvəl sürətli yayılması, təbii ki, bu proses öz-özlüyündə həm də ət istehlak edən insanların da bir balaca təşvişə düşməsinə səbəb oldu. Amma indi qorxulu məqam belə deyək də keçmişdə qalıb demək olar. Proses nəzarətdədir dövlət tərəfindən. Maraqlıdır ki, istərdim söhbətimizə buradan başlayaq. Ölkə üçün xarakterik olmayan dabaq xəstəliyinin SAT1 adlanan bu serotipinə qarşı tədbirlər hansı mərhələdədir və ümumiyyətlə nə kimi tədbirlər həyata keçirilməkdədir? Siz qeyd etdiyiniz kimi, ölkəmiz üçün xarakter olmayan SAT1 tipinə qarşı dabaq xəstəliyinin 7 tipi var. Demək ki, onlardan AO, Asiya 1 tipləri bizim ölkə üçün endemik xarakterikdir. Keçən il, yəni ondan əvvəlki illərdə SAT2 tipi qonşu ölkələrdə baş verdiyinə görə peyvəndləməyə daxil edilmişdi. Bu ilin əvvəlindən 2 dəfə, yəni epizodik tədbirlər planına uyğun olaraq dabaq xəstəliyinə qarşı ildə 2 dəfə peyvəndləmə nəzərdə tutulub və peyvəndləmə tədbirləri aparılıb, başı çatıb. Qonşu ölkələrdə qeyd etdiyimiz kimi SAT1 serotipi qeyd olunub Türkiyə Respublikasında, İraqda, yəni biz 3-cü hövzə ölkələrinə daxilik və Ümumi Dünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən tövsiyə olunub ki, 3-cü hövzəyə daxil olan ölkələr SAT1 tipinə qarşı, dabaq xəstəliyinin SAT1 tipinə qarşı tədbirlər, önləyici tədbirlər görsünlər. Və biz də buna uyğun olaraq ölkəmizdə önləyici tədbirlər görmüşük və bu tədbirlərdən ən önəmlisi başda gedəni peyvəndləmə tədbirləridir, məlum olduğu kimi. Profilaktik peyvəndləmə tədbirləri xəstəliyin qarşısını almaq üçün ən önəm daşıyır və dövlət tərəfindən sifariş verilib, SAT1 serotipinə qarşı peyvənd vasitəsi artıq ölkəmizə gətirilib və tətbiqinə də başlanılıb. İlin sonuna qədər və gəlin əvvəlinə qədər bütün sürünün, iri buynuzlu və xırda buynuzlu sürüsünün tam hamısının SAT1 serotipinə qarşı peyvəndləmə tədbirləri aparılacaqdır. Çox gözəl. Bəs bu sərhəd keçid məntəqələrində, xüsusən də heyvan bazarlarında, eyni zamanda bu kəsim məntəqələrində hansı tədbirlər görülür? Biz bilirik ki, bu xəstəliyin xaricdən gəlmə ehtimalı böyükdür və yayılması üçün də elə videolarda gördüyümüz heyvan bazarlarında, kəsim məntəqələrində real, necə deyirlər, o münbit şərait var da. Orada heyvanlar gördüyünüz kimi satılır və avtomatik olaraq xəstəliyin yayılması üçün bir şərait yaranır. Orada hansı işlər aparılır ki, bu xəstəlik, necə deyirlər, vüsət almasın? Demək, məlum olduğu kimi heyvan xəstəliklərinin yayılmasında heyvan hərəkətlərinin böyük rolu var. Həm köç zamanı, həm də heyvan bazarlarında hərəkət böyük risklər yaradır heyvan xəstəliklərinin yayılmasına. Qeyd etdiyimiz kimi önləyici tədbir üçün Ümumi Dünya Heyvan Sağlamlığı Təşkilatından bizə önləyici tədbirlər görmək tövsiyə olunmuşdu və bu tədbirlərin təşkil hissəsindən biri olaraq heyvan hərəkətinin məhdudlaşdırılması idi ki, o da heyvan bazarları da
və o heyvanların bağlanması bu tədbirlərin içərisinə daxil oldu. Və bu heyvan bazarları bağlanmamışdan əvvəl və sonra da orada dezinfeksiya tədbirləri aparılıb. Heyvan Sağlamlığı Baytar Xidmətləri Mərkəzinin yerli qurumları tərəfindən dezinfeksiya işləri aparılıb. Və heyvan bazarları müəyyən tələblər qoyulub o bazarların qarşısında. Fəaliyyətlərin məhdudlaşdırılmışdır, düzdürmü? Bir müddət. Yəni o tədbirlər saçmalıqlar aradan qaldırılan sonra bərpa olunacaq. Bərpa olunmamışdan qabaq da dezinfeksiya işləri aparılacaq ora. Orada ondan sonra demək Qida Təchizatı Agentliyi və bizim yerli baytarlıq idarənin qurumları tərəfindən heyvanlara nəzarət olunacaq. Girişinə, satışına, yəni onların klinik vəziyyətinə nəzarət olunacaq. Xaricdən gələn heyvanlardan söhbət gedir. Ölkə daxili. Ölkə daxilində olan heyvanları və bundan əlavə demək ölkə sərhəd buraxılış məntəqələrində demək Qırmızı Körpüdə, demək Biləsuvarda, bir də Mazlumqara sərhəd buraxılış məntəqələrində ölkəyə daxil olan yük maşınları hal-hazırda dezinfeksiya olunur. Bunun əlavə Böyük Kəsik stansiyasında, sərhəd stansiyasında yük qatarlarının, ölkəyə daxil olan yük qatarlarının dezinfeksiyası da demək bizim yerli qurumlar tərəfindən aparılır. Bundan əlavə qərara alınıb ki, bütün kəsim məntəqələri, heyvan kəsim məntəqələri də hansı yora diri heyvanlar daxil olur, onlar da dezinfeksiya olunsun profilaktik məqsədlə, yəni bu işlər də həyata keçirilir. Yəni dezinfeksiya tədbirləri bildiyimiz kimi heyvan xəstəliklərinin, törədicilərin yayılmasının qarşısını almaqda ən önəmli faktorlardan biridir. Yusif müəllim, artıq ilin sonuna doğru gedirik. Təxminən bir aydan sonra il başa çatır. Maraqlıdır, ölkədə hal-hazırda ümumi vəziyyət, yəni epizootik deyirsiniz də buna, yəni xəstəliklərin yayılması və ya xəstəliklərin mövcudluğu, yəni burada yalnız dabaq xəstəliyi deyil, yəni heyvanlar arasında xüsusən mövcud ola biləcək ən məşhur xəstəliklərdən biri bruselyoz və digər xəstəliklər var ki, bax bununla bağlı vəziyyət necədir? Bunu necə idarə edirsiniz, necə tənzimləyirsiniz ki, o xəstəliklər yayılmasın və yaxud da ümumiyyətlə olmasın? Bəli, demək, epizootik vəziyyəti sabit saxlamaq üçün hər il üçün epizootik əleyhinə tədbirlər planı hazırlanır. O tədbirlər planına xüsusi təhlükəsiz xəstəliklərin daxil olunur. Onlardan hansı ki, qara yaradır, xırdabuynuzlu heyvanların çiçəyidir, iri buynuzlu heyvanlarda nodulyar dermatit xəstəliyinə qarşıdır. Həm iri buynuzlu, həm xırdabuynuzlu heyvanlar üçün bruselyoz xəstəliyidir, quduzluq xəstəliyidir, atların içki xəstəliyi var, onlardır. Donuzların xəstəliyi var, tam xəstəliyi, ona qarşı profilaktik peyvəndləmə tədbirləri nəzərdə tutulur və il ərzində aparılır. Hazırda il yekunlaşır və bu tədbirlərin hamısı demək olar ki, həyata keçirilib, başa çatdırılıb. Buna görə də, yəni ümumiyyətlə epidemiologiyada belə bir şey var ki, əgər ümumi sürünün 80%, 82% peyvəndlənirsə, epidemiologik durum nəzərət altında alınır. Və bizdə də 80-90%-ə yaxın peyvəndlənib, ilin sonuna yaxında yəqin yekunlaşacaq. Və ona görə də ölkə ərazisində, heyvanlar arasında qara yara, heyvanlar arasında bruselyoz xəstəliyi və nodulyar dermatit və çiçək xəstəliyi demək olar ki, müşahidə olunmur. Bruselyoz xəstəliyi müşahidə olunur, az olsa da təsadüfən və heyvanlarda çıxdaşı olunur, təzyiq olunur və zərərsizləşdirilir. Quduzluq xəstəliyi təbii rezervuarda yayıldığına görə vəhşi heyvanların hücumuna məruz qalmış heyvanlar arasında bəzən görünür, qeydə alınır. Ancaq bu kütləvi xarakteri almır, dərhal yerində tədbir görülür. Buna da mübarizə aparırsınız da, xüsusi metodlar var. Buna qarşı da yəni, oral peyvəndləmə aparılır vəhşi heyvanlar arasında. Biz bir keçən verilişlərimizdə qeyd eləmişdik. Yəni, vəhşi heyvanlar rezervuar olduğuna görə tərkibində peyvənd vasitəsi olan aldadıcı yemlər, quduz xəstəliyinə qarşı aldadıcı yemlər ərazilər, meşəlik ərazilərə atılır və həmçinin sahib heyvan arasında da oral peyvəndlə tədbirlər aparılır. Buna görə də biz qeyd edək ki, epizootik vəziyyət nəzarət altındadır və heç bir narazılıq əsası yoxdur. Əhalinin də yenə də deyirik ki, sərbəst surətdə ət alıb yeyə bilərlər, istifadə edə bilərlər, heç bir qorxusu yoxdur, narahat olmasınlar. Əsas məsələlərdən biri, bax, biz ümumiyyətlə xalq olaraq ət yeyən xalqıq da, yəni ət, quzu əti, qoyun əti, fərqi yoxdur, dana əti, yəni istehlak elədiyimiz gündəlik qida məhsullarının arasında ət çox vacib, önəmli yeri tutur. Və bu baxımdan da insanlarımız, biz bundan əvvəlki proqramlarda da bununla bağlı danışdıq, nəinki
təsərrüfatçılara tövsiyələr oldu. Eyni zamanda adi insanlarımıza, yəni sıravi vətəndaşlara da biz müəyyən bir məlumatları çatdırdıq ki, gələn mütəxəssis də danışdı bununla bağlı. Bax, istərdim ki, sizin də dilinizdən eşidək. Ümumiyyətlə, dabaq və ya digər təhlükəli, xüsusi təhlükəli xəstəliklər nə dərəcədə insana keçə bilər? Nə dərəcədə bu xəstəliklər insanların qidası vasitəsilə, yəni qida vasitəsilə yoluxa bilər və ya yoluxdura bilər? Bu təhlükə nə qədər, belə deyək də, qorxuludur? Demək, xəstəliklərin törədiciləri həm viruslardır, həm də bakteriyalardır və helmintlərdir. Virusların əksəriyyəti kimyəvi maddələrin təsirində və ətraf mühitə, düzdür, ətraf mühitə müəyyən dözümlülükləri var, ancaq kimyəvi maddələrə və temperatura dözümlülük aşağıdır. Götürsək dabaq xəstəliyinin virusunu, yəni dabaq xəstəliyi virusundan insanların yoluxması faktı demək olar ki, son 30 il ərzində qeydə alınmayıb, bu dəfələrlə təkrarlanıb və bu xəstəliyin bu virusun insanları xəstələndirmə ehtimalı aşağıdır, çox aşağıdır. Demək olar ki, sıfır səviyyəsindədir. Dabaq xəstəliyi. Bəli, dabaq xəstəliyinin törədicisinin bu iri boyunca cütdəfəli heyvanları xəstələndirir əsasən. Bu SAT1 serotipinə də aiddir, düzdür? Bəli, yəni dabaq dediyimiz kimi dabaq xəstəliyinin 7 serotipi var, tipi var. Yəni 7 növü var. Bəli, növü deyə bilərik. Bunların hamısı heyvanlarda eyni cür əlamətlər yaradır. Sadəcə olaraq bunların yəni bu epidemioloji bir termindir, burada yəni geniş müzakirə mövzusuna ehtiyac var onun. Ancaq bu xəstəlik məsələ burasında ki, əgər biz serotipə qarşı, bir tipə qarşı peyvəndləyirsə heyvanı, digər tipə qarşı peyvəndləmirsə, yəni həmin tip heyvanı xəstələndirə bilər. Qrip, yəni insanlar arasında qrip virusu kimi. Bəli, qrip virusu kimidir. Sadəcə olaraq burada bir fərq oradadır ki, məsələn, biz aya qarşı da peyvənd vurdururuq, o tipinə qarşı da, Asiya 1 tipinə qarşı, SAT2 və SAT1 tipinə qarşı hər birini peyvəndləyirik. Yəni heç birinə yoluxmasın. Bəli, bir xəstəliyin 5 tipinə qarşı peyvəndləmə aparırıq ki, yəni heyvan yoluxmasın. Yəni bunun insana yoluxma ehtimalı yoxdur. İnsanlara yoluxma ehtimalı olan bruselyoz xəstəliyidir. O da süd məhsullarına keçmə vərəm xəstəliyidir, qarayara xəstəliyidir. Dediyimiz kimi, bu xəstəliklərdə nəzarət altında olduğuna görə, peyvəndləmə aparıldığına görə, yəni ölkə arasında bu yoluxma hadisələri baş verməmişdir və qeydə alınmamışdır. Çox gözəl. Yekuna doğru istəyərdim ki, buradan səslənəsiniz, xüsusən də heyvandarlıq təsərrüfatıyla məşğul olanlara. Burada önəmli məsələlərdən biri də həm də istər qoyun quzu saxlayan, yəni xırda buynuzlu heyvan saxlayan, istərsə də iri buynuzlu heyvan saxlayan fermerlərə, sadə sıravi insanlara və böyük təsərrüfatlara, yəni onların da üzərində müəyyən bir, necə deyirlər, məsuliyyət düşür. Onlara nə demək istəyərdiniz? Bir mütəxəssis kimi, bir elm adamı olaraq, eyni zamanda bu sahənin peşəkarı olaraq, yəni heyvan sağlamlığı və baytarlıq xidmətləri mərkəzinin rəis müavini kimi Yusuf müəllim, nə tövsiyə eləyərdiniz? Onlar ümumiyyətlə bu xəstəliklərdə nə cür davranmalıdırlar? Yəni siz və dövlət qurumları bununla bağlı işlər aparır, profilaksik işlər görülür, peyvəndlənmə var, dərmanlar verilir və s. və l. Amma özləri də insanlar hansısa bir addımlar atmalıdır. Bəlkə diqqətli olmalıdır o xəstəliklərdə, nələrə fikir verməlidirlər? Bax, bunu sizdən eşitmək istəyirəm. İstər kiçik ailə təsərrüfatlarının sahiblərinə, istər iri heyvandarlıq təsərrüfatlarının sahiblərinə tövsiyəmiz budur ki, ilk növbədə heyvanların saxlanmasına, yemlənməsinə nəzarət eləsinlər. Yəni, saxlanma, heyvan aldım, saxladım, onun qabağına ot, saman tökməklə deyil. Yəni, heyvanın bütün minerallarla təmin edilmək lazımdır. Heyvanın rifah halını yaxşılaşdırmaq lazımdır. Yəni, onu nəm yerdə saxlamaq olmaz, yüksək temperatur yerdə saxlamaq olmaz, çox istidə saxlamaq olmaz, hava axını çox güclü olan yerdə saxlamaq olmaz. Heyvanın altı, yatdığı yer təmiz olmalıdır. Yəni, ona nəzarət etmək lazımdır. Yeri gəlmişkən, oradan da xəstəliklərin yaranma ehtimalı var. O viruslar orada uzun müddət qala bilirlər, heyvan peynində. Bundan əlavə tövlələrin, heyvan saxlanan yerlərin müntəzəm dezinfeksiyasını tövsiyə edilir onlara. Dezinfeksiya eləsinlər, xəstəlik törədicilərinin artmasına, xəstəlik törədiciləri daim ətraf mühitdə var. Sadəcə olaraq dezinfeksiya bu artımın qarşısını alır. Bunu tövsiyə edir fermerlərə. Fermerlərə tövsiyə edir ki, heyvanların yeni təsərrüfat yaratdıqda, yeni heyvanlar əldə etdikdə bu barədə mütləq yerli baytarlıq orqanlarına məlumat versinlər.
Yeri gəlmişkən necə dəstək olursunuz? Bax bu mövzularda baytarlıq xidmətləri, deyək ki, bu dezinfeksiya işləri, peyvəndlər, hamısı dövlət hesabındadır, yoxsa necədir o? Peyvəndləmə, saydığımız xüsusi tərcih xəstəliklərə qarşı peyvəndlərin alınması və tətbiqi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Digər xəstəliklərin müalicəsi və profilaktikası vətəndaşın vəsaiti hesabına həyata keçirilir. Ancaq bizim baytarlıq idarələri çox zaman... Hansı digər? Məsələn, orada var pasteurioz xəstəliyi var, MKAR xəstəliyi var, var orada bronxit xəstəliyi var. Bunlar vətəndaşların öz vəsaitləri hesabına həyata keçirilir. Sadəcə olaraq xəstəliklər baş verdikdə də bizim yerli baytarlıq idarələri gedib vətəndaşlara təmənnasız da xidmət göstərirlər. Onlar daimlərin tərkibində fəaliyyət göstərirlər. Və onlar daimlərin binasında otururlar. Yəni dövlət aqrar inkişaf mərkəzləri bölgələrdə. İnkişaf mərkəzlərinin binalarında otururlar. Adətən baytarlıq idarələrinin əksəriyyəti oradadır. Ancaq ayrıca baytarlıq idarələri də var rayonlarda və vətəndaşlar mütləq heyvanlar arasında onlar şübhəyə salan bir hallar baş verdikdə mütləq baytar idarələrində müraciət eləsinlər. Çünki baytar həkiminin baxmağı və tövsiyə verməyi başqadır. Mütəxəssisdir, mütəxəssis gözündən baxır və tövsiyə verə bilir. Əgər lazım olduqda orada nümunələr götürülür, laboratoriyalara göndərilir və yəni xəstəliyə uyğun tövsiyələr verilir və vaxtında xəstəliyin qarşısı alınır. Yəni biz də demək istəyirik ki, biz daim Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Xidmətlər Agentliyi, Heyvan Sağlamlığı Baytarlıq Xidmətlər Mərkəzi fermerlərin yanındayıq. Hər bir çağırışlarına onların gedirik, dəstək veririk, lazım olan dəstək veririk, kömək göstəririk. Eyni növbədə göstərməyə hazırıq və daim fermerlərin yanındayıq. Yəni fermerin real dostusunuz. Bəli, fermerin real dostuyuq. Çox sağ olun Yusuf müəllim. Minnətdaram sizə. Gəldiniz, çox maraqlı və faydalı məlumatları çatdırdınız. Mən elə özüm də müəyyən şeyləri öyrənmiş oldum sizdən. İşlərinizdə uğurlar arzulayıram. Mən də sizə təşəkkür edirəm. Hər bir fermalara da arzulayıram ki, xəstəliklərdən uzaq olsun onların. Bəli, əsas olaraq heyvanları xəstələnməsin, əsas məsələ. Minnətdaram, çox sağ olun. Əziz dostlar, hörmətli fermerlər, dəyərli zəhmətkeşlər, düşünürəm ki, bax bu həssas dövrdə xüsusi təhlükəli xəstəliklərin heyvanlar arasında yayılmasının bir balaca belə deyək də vüsət aldığı dövrdə bu mövzunu, bu məsələni müzakirə etməyimiz sizin üçün faydalı oldu. Əsas məsələlərdən biri heyvanların təsərrüfatda baxımıdır. Yəni bunu həqiqətən dəfələrlə qeyd etmək lazımdır. Çalışın öz qurduğunuz o təsərrüfatlarda heyvanlara diqqətlə yanaşın, onlara vaxt ayırın. Vaxt demişkən, gələn həftə vaxt ayırıb ekran qarşısına keçməyi və fermerin real dostunu da izləməyi unutmayın. Gələn həftə görüşəcəyik. Hələlik. Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyi tam şəkildə elektronlaşıb. Aqrar sahəyə ayrılan subsidiyalar elektron kənd təsərrüfatı informasiya sistemi üzərindən verilir. Fermerlər dövlət dəstəyindən yararlanmaq, təsərrüfatın fəaliyyətinə görə subsidiya almaq üçün elektron kənd təsərrüfatı informasiya sistemində qeydiyyatdan keçməli, şəxsi kabineti aktivləşdirməli, öz əkin və torpaq məlumatlarını bəyan etməlidirlər. Elektron kənd təsərrüfatı informasiya sistemində yazlıq əkinlərin bəyanı mayın 31-də, payızlıq əkinlərin bəyanı dekabrın 30-da başa çatır. Bu müddət ərzində öz əkinlərini Ektisdə bəyan etmiş fermerlərə Aqrar Subsidiya Şurasının müəyyən etdiyi əmsallar üzrə əkin, məhsul və toxum subsidiyası ödənilir. Əziz fermerlər, subsidiyaları elektron kənd təsərrüfatı informasiya sistemində bəyan edin, dövlətdən subsidiya alın. Aqrar Kredit və İnkişaf Agentliyi.